Mənzillərin daxilində qaralmaların, göbələylənmələrin, divar səthlərinin, tərləmələrinin səbəbi nədir? Salam əziz dostlar, Əziz Usta TV Abo Ustası səhifəsinin izləyiciləri, hər birinizi salamlayıram, xoş gördük. Gözəl insanlar, sizlərə də məlumdur ki, sizlərdən bizə ünvanlanan suallarla bağlı mütəmadi olaraq maarifləndirici videolar çəkib sizin izləmənizə veririk. Əziz dostlar, son zamanlar bizə ünvanlanan ən çox verilən suallardan biri də mənzillərin daxilində qaralmaların, göbələylənmələrin, divar səthlərinin, tərləmələrinin səbəbi nədir? İzləyicilərimiz ən çox bizə bu sualı verir. Əziz dostlar, bir şey sizin nəzərinizə çatdırım ki, bu problemlər ən çox həyət evlərində baş verir. Və bunların müxtəlif yaranma səbəbləri var. Yəni, bu problemlərin yaranmasına bir çox şey səbəb ola bilir. Bunlardan bir neçəsini sizlər üçün sadalayacağım. Mənzilin daxilində istiliyin olmaması və yaxud az olması. Təmir olunan mənzillərdə təmir prosesi gedərkən və yaxud təmir bitdikdən sonra mütləq istilik vacibdir. Mənzillərdə havalandırmanın olmaması. Mütəmadi olaraq mənzilin daxilində hava sirkulyasiyası olmalıdır. Gün ərzində bir neçə dəfə. Mənzilin mətbəx hissəsində aspiratorun olmaması və yaxud zəif işləməsi. Mənzilin mətbəx hissəsindən yaranan par, əgər aspirator normal işləməzsə və yaxud olmazsa, mənzilin bütün hissəsinə yayılır və tərləmələrə, qaralmalara, göbələylənmələrə səbəb ola bilir. Əziz dostlar, bu kimi problemlər mənzilinizdə yaranmasın deyə mütləq şəkildə siz təmir etdirərkən mütəxəssislərə müraciət etməlisiniz. Əziz dostlar, gözəl insanlar, bizim də sizdən bir istəyimiz var. Bəyənməyi, rəy yazmağı, paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.